Salam balaca rəssamlarım və rəssamlığa maraqlı olanlar. Bu günləri icmaldan atdığınız əl işlərinizi baxacağam və bunu deyirəm ki, uşaqlar kanal o qədər də wow səviyyədə deyil. Ola bilər biz öz suyumuzla qaynayırıqmı deyim, öz axarımızla gedirikmi deyim. Ola bilər müəyyən problemlər olsun. Ev yoxdur. Video atmaya davam eləyərik. İnşallah hər şey yaxşı olar. Əsasda işləyin, işləməyə davam eləyək. Əgər hərəkət varsa, nəsə onun bərəkəti də olar. Ona həmişə inanıram. İlk işimizdən başlayaq, çox da uzatmayaq. Salam müəllimə. Son çəkdiyim portreti sizə paylaşmaq istədim. İnşallah bəyənərsiniz. Uşaqlar, mən sizin atdığınız hər şeyi bəyənirəm. Demək olar ki, bəyənirəm. Çünki demək olar ki, nəyə görə deyirəm? Çünki bəziləri akademik iş olur və mən onu müəllim olaraq qiymətləndirirəm. Onu nəzərdə tuturam. Amma belə az yaşlıların atdığı hər iş mənim gözümdə qənimətdir. Yəni çox dəyərli bir şeydir. Bir şey deyirəm, bu BTS-lərdə dur bir də BTS-də kim idi? Bir də baxım. Cin idi, nə idi? O cin idi, əstəğfurullah, bismillahirrahmanirrahim. Ona oxşuyur, amma çox da qəşəng işləmirsən ha. Sadəcə adından biraz gülməli çıxdı, sənin işini pis demirəm. Saçlarına biraz fikir verirsən, o saç detalları falan. Eləsən, məncə çox qəşəngdir, çox da ağladı məncə. Afərin. Salam müəllimə, necədir, necə alınıb? İlk növbədə çox sağ ol, bu nə qəşəng bir şeydir. Çox qəşəngdir. Yəni bu mən ikinci işini görürəm ki, anime olaraq atırsan kanala və çox qəşəngdir. Saçları olsun. Geyimi də fərqlidir və maraqlıdır. Məncə çox qəşəngdir. Yəni sən neçə yaşın var ümumiyyətlə? Yaşını keçən dəfə desən yazmışdın. Yadımda deyil ki. Səhər nə yemişik o yadda deyil, təəssüf ki. Salam müəllimə, necəsiz? Bu şəkli 12 yaşımda 3 il əvvəl çəkmişəm. Yeni başlayanda çəkmişəm. Ayda 3 il əvvəl çəkmişsən, ayda 12 yaşında. Çox qəşəngdir, superdir. Və mən özüm də təzə başlayan ərəfələrdə Wings Club-ı çəkmişdim. Hətta tapsam əgər, böyük ehtimal tapmaram, qaleridə çox da saxlamıram şəkil, köhnə şəkil. Bu yanlarda yerləşdirərəm öz çəkdiyimi. Mən Bloom idi, bir də onları Optavoy hamısını çəkmişdim. Çox qəşəng işləmişsən. Yəni həqiqətən çox birəbir eynisini eləmişsən də, yəni halaldır sənə. Salam müəllimə, necəsiz? 14 yaşım var. Ümid edirəm ki, yaxşı. İndirik ki, bəyənərsiniz. Elvin Cəfərquliyevi çəkmişəm. Qarabağ oyunçularından çox qəşəng. Deyir, biraz oxşamayıb. Nə tər oxşamayıb? Birəbir eynisini eləmişsən, amma biraz ChatGPT vibe aldım. Nəyə görə? O uşaqlar çalışın ChatGPT, məsələn, bəzi uşaqlar görürəm, atırlar. Onun elədiyi tərzdə eləməyə çalışırlar. Çalışın öz dəsti xəttiniz olsun. Onu real bir şeyə baxın və onu özünüzdən stilizə eləyin, çıxardın ortaya. Elə daha yaxşıdır. Belə baxanda mənə bir ChatGPT-nin işi görmür, kimi görsənir. Elə bu yaxınlarda da biri mənim əl iş portretimi işləmişdi, çox sevmişdim. Amma əksəriyyətə ChatGPT yazmışdı. Mən özüm də ChatGPT olduğunu dedim. Sonradan imzalı formasını falan atdı. Ona görə belə qarşılıqlar olur. Süni intellektin bizə verdiyi ziyanmı, xeyirmi bilinmir. Hər nəysə, işin çox qəşəngdir. Burada nə yazılıb? Salam müəllimə, necəsiz? 16 yaşım var. Evdə özüm kursa getmədən qabiliyyətimi inkişaf etdim. Qabiliyyət imtahanı hazırlaşıram. Çəkdiyim rəsmləri neçə bal verərdiniz? Fikirlərinizi bilmək istəyirəm deyir. 8 ay əvvəl də sizə şəklimi atmışdım. Yəni yəqin ki, yadınızda. Bax bir dəyə bura qoyuram və indi atdığı 8 ayda sən bu qədər dəyişiklik eləmisənsə, sana halaldır. Qətiyyən rəsm çəkilən əksəriyyətində biraz tənbəllik olur, çalışmır, eləmir. Amma sən çox qəşəng, çox qəşəng eləmisən. Sən müəllimən kimi tövsiyəm odur ki, çox da foto effektini vermə, akademik formada eləməyə çalış. Çünki ondan bal kəsə bilərlər, amma sənin işini mən qiymətləndirsəm, onda ondur. Yəni çox qəşəngdir, əllər və sağlıq. Və afərin sənə, halaldır da yəni. Salam müəllimə, 14 yaşım var. Bunu 9 maya çəkmişəm. Necədir? Paylaşarsınız. Əlbəttə ki, niyə də paylaşmayım. Ayda bunun bax, emoji qoyub sifətinə. İnşallah. Çox şirindir, çox qəşəngdir. Əsasən alov güllələrini bəyəndim və rəngi vurmaydan qorxmaq uzun. Rəngləri vurmaqdan qətiyyən qorxmaq. Bu sənin bərəqindir. Ola bilər həm müəllimə göstərəcəksən, tədbir üçün 9 may üçün çəkirsən. Amma nə qədər əlvan olsa, yəni o sənin iç dünyandadır, qorxmamalısan. Mən burada görürəm ki, qorxa-qorxa rənglər vurmuşsan, qətiyyən qorxma, ehtiyac yoxdur. Sənin işin, sənin dəyərindir. Yəni başqası ona baxır, səni dəyərləndirə bilər, amma o insanın da başa düşmə səviyyəsi var da. Yəni o başa düşmürsə sənin dəyərin aşağı düşmür. Bu söhbət buradan buraya niyə getdi, bilmədim. Ümumiyyətlə özünüzü qiymətləndirin, başqasını qiymətləndirməyə ehtiyac yoxdur. Salam müəllimə, necəsiz? Necədir rəsmim?
mən 4 bal kəsdilər. Nə? Bir dəqiqə, sən bu işin o qabiliyyət imtahanında işlədiyin işdir. Qabiliyyət imtahanında bir dənə dəftər verilir. Dəftər nə idi? Vərəq verirlər. Və sən onu 4 xanaya niyə bölmüsən məsələn? Onu başa düşmədim. Amma və bir dənə də iş atmışsan, dalbada SS eləmişəm. Bu bir də bax, heykəllər. Ha, ümumi nə qəşəng hamısını düzüb. Bax, heykəllərində həqiqi problem var. Bir damcı 12 heykəllərə baxıram bu dəqiqə. Qıraqda görəcəksiniz uşaqlar. Onlar həqiqətən problemlidir. Yəni keçmək biraz problem olur. Ola bilər ki, onuna görə 4 veriblər. Ümumiyyətlə oxşatmaya olsun. Bax, nə qədər iri işləmisən, gözlər olsun, burun, ağız. Qatmayatın məsələn orada biraz problemlidir. Oxşatmaya da ona görə məncə aşağı veriblər. Amma natürmortlar çox qəşəngdir ya. Mən natürmortlarını çox bəyəndim. Əsəm. Amma heyf. Yəni, adam pis olur. İnşallah digər yerdə də sənət zad vermirsən də. Yəni, təsviri sənət ola bilər, bu DTS ola bilər. DTS də 2 mərhələlidir. Amma inşallah şad xəbərlərini gözləyirik. İnşallah. Aha, 13 yaşım var. Sizcə necədir? Başlamışam. Yeni başlamışam. Davamını gətirmək istəyirəm. Sizcə necə rəsmlər? Çox sevirəm. Və deyir ki, sizlər və rəsmlərinizi çox sevirəm. Çox sağ ol quzum. Oo, nə qəşəngdir bu. Lady görürük. Ağ və qırmızı şlaypalı bir xanım görürük. Çox qəşəngdir amma. 13 yaşında belə qulaşı bu formada işləmirsən. Halal sənə. Sənə halaldır. Sən halaldır. Salam əziz müəlliməm, necəsiz? Çoxdandır icmaya rəsm atmıram. İmtahana hazırlaşıram. Hansı imtahan? Yəqin 1-ci qrupdur. Vaxt tapamıram. Sosial şəbəkələrdə girmirdim. Aha deyir. Aha. Sonra deyir ki, markerlərlə 2 dəfə işləmişəm. Markerlərlə qurmadan işləməyə başlayıb. Məncə çox qəşəngdir. Əsasən də hansını bəyəndiniz uşaqlar yazın. Mən sarı quşu bəyəndim orada, ortada qalan. Onu daha çox bəyəndim və rənglərin əlavədən istifadə etmişəm. Bəzən uşaqlar yeni bir şey alanda onu biraz ehtiyatla istifadə edirsə, əməli başda əlindən gələn yaxşısını etmirsən də və maşallah olsun, çox da qəşəng. Bir də hansı imtahana? 1-ci qrupsan, yoxsa İnşallah gözəl şad xəbərlərini eşidərik. İnşallah. Salam, yəni mən 13 yaşım var. Aha, heç bir kursa getməmişəm. Niyə oxuya bilmirəm mən bu dəqiqə? Əsəbləşdim bu dəqiqə. Kursa getməmişəm çünki bunda yaşadığınız yerdə kurs yoxdur. Bunu başa düşdüm. Əslində rəsm çəkməyi uşaqlardan atamla başlamışam. Sonra isə özüm çəkmişəm. Zəhmət olmasa hamısına baxa bilərəm. Quzum hamısına baxa bilmirəm, amma ən sevdiyim bir dənə SS eləmişəm burada. O da geyimlərlə bağlı. Geyimdə ən sağdakı, indi bilmirəm, kameranı fırladan da sağ-sol dəyir bir-birinə. Onu daha çox bəyəndim geyimlə bağlı. Yəni sən indi neçə yaşın var? 13 yaşımdır. Məncə çox qəşəng işləmişsən. Qəşəngdir. Amma şey eləmədi. Məsələn, mən özüm bizdə Astarada da kurs yox idi. Mən Astaradan Lənkərana gedərdim də. 1 saat yol avtobusla gedərdim, qazelinlə, marşrutla gedərdim. Yəni istədiyin bir dənə söz var, insan istərsə hər şey eləyər. Əsas o da dəstəyin olsun valideyn tərəfdən və səni o istədiyi yerə göndərə bilərlər. İnşallah uğurlu olar. Salam müəllimə, necəsiz? Mən də çəkdiyim rəsmləri atmaq istədim. Əslində görmüsünüz, amma yenə də atmaq istədim deyir. Natürmortda çox sevdiyini deyir, nədənsə. Bu Dinarada tələbəmdir və natürmortu mən də çox xoşlayıram. Çünki alması çox qəşəngdir. Bayağı deyir ki, yəni yeməlidir, yəni çox realistik, həcmli görsənir. Buradakı karakter də, portret də qəşəngdir, amma mən də sənin kimi natürmortu xoşladım. Afərin sənə. Salam müəllimə, necəsiz? 22 yaşım var, həvəskaram. Həvəskar üçün necədir deyir. Mən biraz saçlarında xoşlamadığını deyir. Əslində saç deyil problem. Saç biraz məsələn geniş eləmirsən, sifəti biraz daha belə genişdir. Burnu da böyük görsənir gözə nisbətən. Biraz dartmısan. Biz onu sıxsan birəbir eynidir. Məncə çox da problem deyil. 22 yaş əsasında özün öz üzərində işləyərək həvəskar olaraq işləyən üçün məncə çox qəşəngdir. Qətiyyən öz işini pis demək. Çünki oxşatmısan, sadəcə dartışdırmısan da, yəni bir sıxmaq lazımdır. Yanaqlarından biraz almalısan, avtomatik burnunu da kiçiltməlisən. Avtomatik burun kiçiləndə bütün məsafələrin yeri dəyişir. Salam müəlliməm, mən Namətli Məryəməm, 13 yaşım var. Bu şəkli sizin təqdiminiz əsasən götürmüşəm, çəkmişəm. Amma mən uşaqlar şey işləmişdim, bir tərəfi göz, 2 dənə gözdür, ümumiyyətlə gözdür. Bir tərəfi günəş olan, bir tərəfi ay olan, onu götürüb çəkib oxşatmışam. Mən çox xoşuma gəldi, rənglər olsun. Neçə yaşım var? 13 yaşım. Bax, hani uşaqlar sonra deyirlər ki, gözlərini telefondan ayırmırlar. O aslında bizim uşaqlar seçilirlər. Salam müəllimə, necədir? Naruto idi.
Bir dənə animedir, onu bilirəm. O da Naruto-dur. Onu qəşəng çəkmisən. Damalı dəftərdə çəkilən ən qəşəng əsər. Biraz işıq kəgiyə fikir versən, yəni biraz rənglər, biraz alvan açsan falan. Neçə yaşın var? Yaşını da qeyd eləməyib. Xoş istirahətlər. Bizim istirahətimiz rəsm çəkmək. Digər videolarda görüşənədək.